Bəli, müəllimə. Aha, bu sizə aid deyil. İndi mənfi 3 kök altına salın. Mənfi 3-ün nə edir? Kvadratı. Yedinci çıxar. Yox, çıxmayın. 7-ci sinif aiddir var. Mənfi 3-ün kvadratı vurulsun nə olacaq? 5. Dərəcə neçəsə kök altına elə girir. 9 vuraq 5-im neçə eləyir? Kök altında 45 eləyir. 5. Aha. Mənfi kök altının qabağında qalır. Mənfi kök altına girə bilməz axı. Mənfi kök altında qalır. Müsbət 3-ün kvadratı mənfi kök altında 45. Oldu hansı? Mənfi qabaqda qalır. Mənfi nə oldu? Qabaqda qalır. Onda hansı variantdır? B variantıdır. Başa düşdünüzmü? Sonra nömrə 58-ə baxın. Kör bucağın daxilindən çəkilən şüşa 5, 2 nisbət deyirsə, yanına nələr qoyasıyıq? X-lar qoyasıyıq. Toplayasıyıq. Fərqi nəyə bərabərdir? 54-ə. Kör bucağı tapın. 3x bərabərdir 54-ə. Vurma da aşağıda bölümü olur. 18 dərəcə olur. Kör bucağı tapın. Kör bucaq hansıdır? 5x-dır, bir də 2x-dır. 2-ni 54-ə vuranda neçə olur? 108 dərəcə. 5-i də 18-ə vuranda neçə eləyir? 90 dərəcə. 90 dərəcə kördürmü? Kör hansıdır? 90-dan böyük ədədlər, 180-dən kiçiklər nədir? Kördür. A variantıdır. İndi bərabər tərəfli üçbucaq çəkirəm. Bu nədir? Bərabər tərəfli üçbucaqdır. Orta xətti. Çəkirəm orta xətti. Ayırdığı dördbucaqlının perimetri 60 sm olarsa, dördbucaqlı hansıdır? Budur. Buna məsələn 2A deyək, buradan bura. Bərabər tərəflidirsə, bura A olacaq, bura nə olacaq? A olacaq. Burada 2A'dır da, bərabər tərəflidə nə olur? Bütün tərəflər bir-birindən nə olur? Üçbucaqda bərabər olur. Bura A-dırsa, burada A olacaq. Deməli, burada neçədir? 2A-dır. Bu üçbucağın tərəfini tapın. Bu dördbucaqlının perimetri neçədir? 60-dır. 60-dır. Orta xətt oturacağın nəyinə bərabərdir? Yarısına. Düsturda keçmişik axı bunu. İndi bunun perimetri tərəflərin nəyidir? Cəmi. Üstə gələk, aşağı gələk 2A. Perimetri 60 verib. 5A. A da bərabərdir 12. Aya nə tapdım? 12 tapdım. 12. İndi bu üçbucağın tərəfini tapın. Bura 12, bura 12. Tərəfi 2 vurulsun 12 neçə olacaq? 24. Müəllimə 12 necə oldu ki? 60 bərabərdir 5A, 1A, 2A, 3A, 5A. 5A bərabərdir 60-a. 5-lərin arasında nə var yazılmayıb mənim balam? Vurma. Aşağıda nə olur? Bölmə. 60-ı 5-ə böləndə neçə düşür? 12 düşür. 12. İndi bizə deyir ki, 24A, bu niyə belə oldu? 24A bərabərdir 42B-yə. 2 yaxsar gedir 21, 2 yaxsar gedir 12, 3 yaxsar gedir 4, 3 yaxsar gedir 7. 4A bərabərdir nə oldu? 7B oldu. Deyir, bunlar qarşılıqlı sadə ədədlərdir. A buradan bunun qabağına bərabərdir 7-yə. B də bunun qabağına bərabərdir 4-ə. 7 ilə 4 həqiqətən də qarşılıqlı sadədirmi? Bəli. Biri sadə, biri mürəkkəb, qarşılıqlı sadə olur. Ancaq A buradan 42-yə, B 24-ə, hər ikisi 2-yə bölündüyünə görə qarşılıqlı sadə ola bilərmi? Ola bilməz. Ona görə nə etdim? Bərabərliyin o üzündəkindən bu üzündəkinə ixtisar apardım ki, bizə qarşılıqlı sadə deyir. Və bunların hasilini soruşur. A, B. A ilə B-nin arasında neçə yoxsa vurma var. 4 vurulsun 7 neçə? 28 eləyir. Oldu hansı variant? A variantı. Sonra bunu görə bilmirəm. Radiusları 3 sm 8-ə 2 çevrə xaricdən toxunur. 2 dənə çevrə çəkib xaricdən nə olur? Toxunur. Çevrələr üzərində 2 nöqtə arasındakı bu çevrələr üzərində yerləşən
İki nöqtə arasındakı ən böyük məsafə neçə santimetrdir? Ən böyük məsafə neçə santimetrdir? Radiusu neçədir? Bunun radiusu neçədir? 3-dür. Çevrəm. Bunun radiusu neçədir? 8-dir. Özü deyir da. İndi deyir ki, arasındakı ən böyük məsafə neçə santimetrdir? Bunun arasındakı neçə olacaq? 11 olacaq da. Sonra keçən nömrə neçəyə? 62-yə. Aşağıdakı ədədlərdən hansı hesabi kvadrat kökün rasional ədəddir? Rasional ədəddir. Kvadrat kökü rasional ədəddir. Neçə verib burada? Y variantı. 0 tam dövrdə nə verib? Dövrün sayı qədər nə yazılır? 9 yazılır. Burada nə yazılır? 1 yazılır. 1. Kök altına verəndə bundan nə çıxır? Kök altında 3-də 1-in kvadratı deyilmi bu? İkinci dərəcə. 2-lər getdi, nə qaldı? 3-də 1 qaldı. Hesabi kökün kvadratı rasional ədəddir. Yəni kökdən çıxan rasional ədəd olsun deyir. Olur hansı variant? Y variantı. İfadəsini vuruqlara ayırın. A variantı. X kvadratı minus 15 bərabərdir. X kvadratı çıx. Kökdə 15-in nəyidir bu? Kvadratı. Kökdə 15-in kvadratı nə eləyir? İkinci dərəcədən 2-lər gedir, nə qalır? 15 qalır. 15. İndi 7-ci sinifdə keçmisiniz. X kvadrat çıxılsın, Y kvadrat. X kvadrat çıxılsın, Y kvadrat nəyə bərabərdir? X kvadrat çıxılsın, Y kvadrat nəyə bərabərdir? Bir dəfə mənfi, bir dəfə də müsbətdir. Aha. X çıxılsın kökdə 15. X Bu da də gəlinsin müsbət olur. kökdə 15. Müəllimə mən Y yetdim, variantı. amma elə keçməmişəm. Keçəcəksən, keçəcəm də uşaqlar, yavaş-yavaş. Bir aydır qoşulalı. Bir aya mən nətər 7-yə çatdırım səni? 5-i mi, 6-nı mı, 7-ni mi? İndən belə üçü çatdıracam. Yaxşımı? Bir ayda səbr elə, çatacaqsan 7-yə. İndi sonra çoxluqlar veribdir. A bərabərdir. A-dır, B-dir, C-dir, D-dir, Y-dir, F-dir. C də bərabərdir, C-dir, D-dir, Y-dir. B də bərabərdir, D-dir, Y-dir, F-dir, C-dir, H-dır, I-dir. Neçəsi diaqramda rənglənmiş hissəyə aiddir? İndi gəlin. Eyler-Venn diaqramını çəkək. Burada da nədir? Aha. Burada bu qaralanıbdır. Burada da bu qaralanıbdır. Всё. İndi bizə deyir ki, A-nın ortaqları. A ilə B-nin nəyidir uşaqlar? Qırmızıladığım. İndi bax, qırmızılayıram. Qırmızıladığım A ilə B-nin nəyidir uşaqlar? Ortaqlarıdır da, ortasında olandır. Ortaklar. A ilə B-nin ortaqlarını seçin. D. A və B-nin ortaqları. Deməli, bərabərdir. D-dir. Y-dir. Sonra F-dir. F-dir. Sonra CH, I. Vəssalam. Ortaqlar ortada, burada Yoxdur, qırmızı F-dir. olanlar hansılardır? Ortada dayananlar bunlardır. Aman belli. Sonra bizə nə verib? Bu da nədir? C-dir. C ilə C-nin içində olub, C A-nın içində. C nədir? Azdır. Az A-nın içindədir. C-nin hansı elementləri A-nın içindədir? A və C. Bax, burada nə olacaq? A və C. A və C. C-lər ortaqdır. Sonra D-lər ortaqdır. Y-lər ortaqdır. Deməli, sonra bizə nə deyir burada? Diaqramda rənglənmiş hissəyə aiddir. Vəssalam, rənglənmiş hissəyə aiddir. İndi elementlərdən neçəsi rənglənmiş hissəyə aiddir? Elementlərdən neçəsi diaqramda rənglənmiş hissəyə aiddir? Gəl hesablayaq.
3 burada, 3 burada. Neçə oldu? D müəllim. 6. Yox. D də burada var, D də burada var. Y də burada var, Bəli, o Y də silmir. burada Y var. də Y də var. 2 də olur da. 2 dənə F-dən olur Z. da onda. 2 dənə olur da. 6 dənə Hə. götürmürük axı. 2 dənə olur. Sonra hansına keçirik? Neçənci sual idi bu? 64, indi 65-ə keçək. İki yoxdu. Uşaqlar. Müəllim. Hə, gəlin qoyun İki təzədən atım. yoxdu mən. Qoyun təzədən atım. Görək bu misalda nə deyir?